Hər vaxtınız xeyir olsun. Bugün sizinlə ən dadlı, ən ləzzətli və ən gözəl çiyələk cemi hazırlayıram. Mənim həm sevdiyim, həm də bütün şirniyyatlara yaraşdırdığım məhz çiyələk cemidir. Geniş bir qaba su, üzərinə çiyələk və 1 xörək qaşığı çayını soda əlavə edirəm. Daha yaxşı, daha təmiz olmasından ötəri 10-15 dəqiqə sodalı suda çiyələyi gözlətdikdən sonra həmin sudan çıxararaq axar su altında da bir neçə dəfə yaxşı yuduqdan sonra aş düzəni əlavə edirəm. Aş düzəni də bir neçə dəqiqə gözlədib tam suyu süzüldükdən sonra istər mürəbbədə, istər cemdə istifadə edə bilərsiniz. Mən görmüş olduğunuz bu çiyələklə həm mürəbbə hazırladım, həm də cem. Mürəbbənin hazırlanması kanalımda var. Buyurub izləyə bilərsiniz. İndi isə cemi hazırlayırıq. Cem üçün 1 kilo 600 qram təmizlənmiş çiyələkdən istifadə edirəm. Çiyələyi geniş bir qaba əlavə etdim. Üzərinə 1 kiloqram şəkər tozu əlavə edib otaq temperaturunda 4-5 saat müddətində gözlədirəm. 4-5 saat keçdikdən sonra artıq cemi hazırlamaq olar. Çiyələyi yetər qədər şirəsini saldıqdan sonra artıq ocağa ala bilərik. Ocağı çox qısıq da etmirik, çox cür də etmək olmaz. Gördüyünüz kimi yetər qədər şirəsini saldığından narahat olmayın. Yəni orta odda qaynara düşməsini gözləyirik. Bu əsnada tez-tez qarışdıraraq şəkərin tam əriməsini gözləyirik. Mən cemi hazırlayarkən üzərində olan köpüklərini yığmıram. Yəni tam hazır olduqdan sonra əgər ehtiyac olarsa sonda olan köpükləri yığmaq olar. Gördüyünüz kimi artıq belə desək tam yaxşı qaynamağa başlayır. Qaynamağa başladıqdan etibarən daha 15-20 dəqiqə bişirdi. İndi isə blenderdən keçirirəm. Eyni cütlü olana qədər blenderdən keçirdik. Üzərində olan köpükləri hələ də yığmırıq. Ən sonda yığacağam. Bir dəfə yaxşı qarışdırıram. Qaynamaya düşməsini gözləyirəm. Qaynamağa başladıqda 1 xörək qaşığı limon şirəsi əlavə etdim. Əgər limon şirəsi yoxdursa, limon duzundan da istifadə edə bilərsiniz. Ara-ara qarışdırırıq, nəzarətsiz qoymuruq, o zaman dibi tuta bilər. Cem çox tez zamanda hazır olur. Uzadı qaynatmağa ehtiyac yoxdur. Mən ümumilikdə belə desək 45 dəqiqə müddətində çiyələk cemini bişirib hazırladım. Ən sonda üzərində olan köpükləri yığdıqdan sonra isti-isti təmiz quru bankalara əlavə etdim. Artıq ertəsi gündür. Cem tam soyuyubdur. Gördüyünüz kimi soyuduqda da bu qatlıqdadır. Sizlər də tez zamanda könül rahatlığı ilə belə dadlı, ətirli, gözəl çiyələk cemini hazırlaya bilərsiniz. Mən bu cemi piroqlarda, şirniyyatlarda istifadə edirəm. Bu günlük bu qədər. Kanala abunə olmağı unutmayın. Hələlik.